Sabahın xeyir, Abdüllahi dayı. Aqibətin xeyir ay oğul. Sənin də toyubu gözləməkdən gözümüzün kökü saraldı. Belə getsə, Abdüllahi dayı. Mənə heç kim qız verməz. Niyə ay oğul? Sən kimdən əskiysən? Maşallah, o boyda zavodun baş mühəndisisən. Saç tökülmək vəzifəyə baxsaydı nə vardı ki? Rəhmətlik babam deyərdi ki, yağış suyuyla başını yuyan adamın saçı tökülməz. Hə? Nədir? Tanımadın məni? Nə deyim valla? Niyə tanımırsan? Rəhmətli babamın məsləhətindən sonra bugünə düşmüşəm də. Bala, sənin bu günə düşməyinin günahı babamın məsləhətində deyil. Bax, o andıra qalmış zavodun havaya bıraktığı zəhərli tüstüdədir. Yazıq babam hardan bileydi ki, göydən başımıza yağışla, qarla bir zəhər də yağacaq. Hə?